2000-ci illərin ən maraqlı filmlərindən biri olan Carmen filmi haqqında bugün sizlərə məlumat təqdim edirik. Film 2003-cü ildə çəkilmişdi. Filmdə gənc və vicdanlı milis əməkdaşı Sergey Nikitin qadınlar koloniyasında növbətçi təyin olunur və orada işləyir. Orada o, gözəl, azad ruhlu və son dərəcə cazibədar məhbus olan Carmenlə tanış olur. Onun tünd gözləri, qorxmaz xarakteri və ehtiraslı təbiəti Sergeyin həyatını bir anda dəyişdirir. Carmen Sergeyi dərin ehtirasla ofsunlayır, onu özünə bağlayır və yavaş-yavaş cinayət dünyasına çəkir. Sevgi hekayəsi getdikcə qaranlıq, dağıdıcı və təhlükəli bir yola çevrilir. Sergey həm karyerasını, həm azadlığını, həm də özünü itirmək təhlükəsi ilə üz-üzə qalır. Film güclü aktyor oyunu, gərgin emosiyalar, ehtiraslı səhnələr və klassik sujetin müasir Rus reallığına uyğunlaşdırılması ilə fərqlənir. Filmin əsas maraqlı cəhəti ondan ibarətdir ki, postsovet Rusiyasının cinayət aləmi, milis sistemi və azadlıq həsrəti ilə klassik sujeti ustalıqla birləşdirir.